Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanlar Meteorun təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan. CBC.FM Azərbaycan yazmaqla. Politoloq Züleyxa Qarayeva ilə danışacağıq. Hər vaxtınız xeyir Züleyxa xanım. Hər vaxtınız xeyir, xoş eşitdik. Qarşılıqlıdır. Azərbaycanın Azal təyyarəsi İrəvan aeroportuna eniş elədi və təbii ki, delimitasiya demarkasiya prosesi çərçivəsində növbəti komissiyanın iclası idi və yekunlara dair protokol da imzalandı. İstəyərdik ki, elə bu iki tərəfli münasibətlərdən başlayaq, daha sonra davam edək. Bəli, həqiqətən hazırki reallıqlar kontekstində dəyərləndirsək, önəm daşıyan bir mövzudur. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə sizin də qeyd etdiyiniz kimi Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib və səfəri xüsusi edən əsas məqam isə məhz Azərbaycana məxsus olan təyyarənin İrəvan Azlarnos hava limanına eniş etməsi məsələsidir. Yəni bu səfərin belə desək ilklərdən olmasını xüsusləndirən məqamlardan biri anlamında bunu deyirəm. Təbii ki, bu səfərlər əslində bundan öncə müxtəlif səkilərdə qarşılıqlı formada həyata keçirilib. Ancaq Şahin Mustafayevin ilk səfəridir və nəzərə almaq lazımdır ki, həm də əsas məsələ, vurğu edəcəyimiz əsas proses məhz delimitasiya, demarkasiya ilə bağlı olan görüşdür. Yəni həm də bu görüşün delimitasiya, demarkasiya məsələlərinin müzakirəsinə fokuslanmasıdır. Yəni iki ölkə arasında dövlət sərhədinin müəyyən olunması istiqamətində müzakirələr keçirilir və hesab etmək olar ki, bu da artıq sərhəd müəyyənləşməsi istiqamətində fundamental bir irəliləyiş olacaq. Bundan öncə də bilirik ki, elə Şahin Mustafayevin başçılıq etdiyi komissiyaların fərqli səkilərdən sərhəd xəttində və sair görüşləri keçirilib. Yəni əlbəttə ki, məqsəd birdən-birə fundamental hansısa razılaşmanın əldə olunması deyil, ən azından görüşlərin daimi olması, intensiv olması, irəliyə doğru prosesin aparılması anlamına gəlir, dialoq mühitinin mövcud olması anlamına gəlir ki, elə delimitasiya, demarkasiyadan danışırıqsa, onsuz da bu istiqamətdə ciddi bir irəliləyişin olduğunu biz bilirik. Birinci mərhələlərin hətta ötən il tamamlanması fonunda ən azından biz bunu görməyə bacardıq. Odur ki, bu səfərdə yəni prinsipcə hesab eləmək olar ki, artıq Ermənistan və Azərbaycan arasında diplomatik münasibətlərin formalaşması yönündə, istiqamətində o nəticəyə fokuslanan bir irəliləyiş kimi dəyərləndirə bilərik. Təbii ki, qarşıda 7 iyun tarixində Ermənistanda daha doğrusu parlament seçkiləri keçiriləcək və ümidlər o yöndədir ki, əgər Mülki Müqavilə Partiyası Paşinyanın yəni rəhbərlik etdiyi həmin partiya yenidən qalib gələrsə və Paşinyan baş nazir seçilərsə, o zaman Ermənistanda konstitusiya dəyişiklikləri gözlənilir və nəticədə konstitusiya dəyişikliklərinin dərhal ardınca demək olar ki, əgər digər problemlər də aradan qalxıbsa, demək ki, sülh müqaviləsinin imzalanması da, sərhədlərin açılması da, diplomatik münasibətlərin formalaşdırılması da an məsələsi olacaqdır. Və təbii ki, bu Azərbaycanın yaratdığı bir reallıqlardır. Yəni vaxtı ikən Ermənistanın belə deyək, heç ağlına belə gəlməzdi ki, dünyaya çıxışı olar, heç ağlına belə gəlməzdi ki, ümumilikdə sülh olar. Burada Azərbaycan daim bunu təbii ki istəyirdi. Ümumilikdə Azərbaycanın yaratdığı reallıq bütün dünyanın diqqətindədir. Elə ona görə də Qəbələdə Avropa ölkələrinin gediş-gəlişinin ardı-arası kəsilmir. Amma ümumilikdə Avropa İttifaqı təşkilatının Azərbaycana qarşı mövqeyi pis olsa da, Avropa ölkələrinin rəhbərlərinin münasibətləri çox yaxşıdır, ayrı-ayrılıqda və əməkdaşlıq eləmək istəyirlər. Ümumilikdə Qəbələdə olan görüşü necə dəyərləndirərdiniz? Qəbələdə keçən görüşləri necə dəyərləndirərdiniz? Bəli, həqiqətən də elə sualınızın içərisində qeyd etdiyiniz məqamlar hazırki reallıqları əks etdirən məqamlardır. Yəni Avropa İttifaqı çərçivəsində təəssüflər olsun ki, belə bir müvafiq problemlərin həllini, qadağan olunmasını özünün hüquqi konsepsiyasına, nizamnaməsinə daxil edən bir təşkilatdan biz danışırıq. Hansı ki, elə bax bu suverenlik məsələsinin də kökü elə Avropa İttifaqının formalaşdırılması
formalaşdığı həmin qitə ilə bağlıdır. Elə orada daha çox indiyə qədər manipulyativ rol oynayan Fransa, halbuki insan və vətəndaş haqları kimi bir bəyannamənin, fundamental konsepsiyanın müəllifi rolunda çıxış edən bir dövlətdir. Ancaq bugün tamamilə öz belə desək tarixlərinə ziddiyyətli bir mövqe sərgiləyirlər və Azərbaycanın öz suverenliyi, öz haqq işi uğrunda mübarizəsinə sanki kölgə salmağa çalışırlar. Çünki bu təşkilat özünün missiyasından belə başa düşürük ki, kənarlaşıb, uzaqlaşıb öz prinsiplərini yerinə yetirmək əvəzinə bir qlobal mənada güc mübarizəsinin mərkəzi rolunda çıxış etməyə başlayıb və təbii ki, bu güc nümayişində də bilirik ki, əsas önəm verilən coğrafiyalardan, regionlardan biri məhz Cənubi Qafqaz regionudur. Çünki Cənubi Qafqaz regionu xüsusən Avrasiya materikinin qovşağında yerləşən elə həm tranzit yolları baxımından, həm enerji infrastrukturu layihələri baxımından, digər mənalarda da bu region həqiqətən də önəm daşıyan bir hub rolunda çıxış edən bir regiondur və belə olduğu təqdirdə burada xaosun formalaşması üzərindən öz maraqlarını həyata keçirən qüvvələrin varlığı əslində başa düşüləndir, həm də başa düşülməyəndir. Avropa İttifaqı kontekstində bunu dəyərləndirdikdə, ancaq istənilən halda Azərbaycan artıq bu bölgənin, Cənubi Qafqaz regionunun reallıqlarını kökündən dəyişməyi bacarıb. Burada tamamilə yeni siyasi mənzərəni formalaşdırmağı bacarıb. Bu elə bir siyasi konjunkturadır ki, mənzərədir ki, indiyə qədər işğal faktoru üzərindən bu bölgədə at oynatmağa çalışan bütün qüvvələrin, elə həmin o Avropa İttifaqında da hansı ki o manipulyativ meyilləri gücləndirən ölkələr var, başda Fransa olmaqla var idi daha doğrusu. Onların ayaqlarını biz tamamilə bu regiondan kəsdik və onlara fiziki olaraq, faktiki olaraq başa saldıq ki, bu region elə burada yaşayan ölkələr üçündür. Yəni biz gedib Qərbi Avropada hansısa bir problemə müdaxilə etmirik. Orada var olmağa çalışmırıq. Biz bu regiondayıq. Demək ki, onların da bu regionda var olmasına heç bir ehtiyac yoxdur. Hərçənd ki, yenə də Ermənistan üzərindən hansısa məsələləri hələ də həyata keçirməyə ümid edirlər. Cəhdləri hələ də var. Ən azından müşahidəçi missiyanın vaxtının uzadılması, həmin missiya qrupunun yenidən Ermənistana göndərilməsi məsələsi ilə biz bunu görə bilirik. Ancaq əsas dayaq ölkə Azərbaycandır. Yəni Azərbaycan üzərindən onlar bu manipulyasiyaları həyata keçirə bilməzlər. Artıq Azərbaycan həm bölgənin taleyini dəyişdirib, barıt çəlləyi statusunu, bax bugün yaxın şərqdə mövcud olan o statusu uzun illər idi ki, elə Cənubi Qafqaza da yamamağa çalışırdılar. Bax o statusu biz Cənubi Qafqaz regionunun üzərindən götürməyə bacardıq və uğurlu diplomatik gedişlər sayəsində Ermənistana da həm də diplomatik yöndən bir dərs keçdik ki, baxın bu regionla nəyə görə inteqrasiya etməyib də kənardan olan bir qüvvənin, bir ölkənin yağlı vədlərinə bir ölkə qurban getsin. Bax bu ritorik sualı düşünürəm ki, Azərbaycan diplomatiyası Ermənistana, İrəvan administrasiyasına, erməni cəmiyyətinə ötürməyi bacardı. Hesab edirəm ki, artıq proseslərdən onlar dərs çıxarmağı bacarıblar. Qəbələdəki görüşlər trafikini də çox haqlı olaraq siz qeyd etmiş oldunuz. Elə bir müddət öncə Andrey Babişin Azərbaycana səfər olmuşdu Çexiya Respublikasından və əlbəttə ki, bu səfər Çexiyanın Cənubi Qafqaz və Mərkəzi Asiya xəttində aktivliyini artırmaq niyyətini göstərir. Çünki Azərbaycanın bu marşrutda əslində yer alması heç də təsadüfi deyil. Yəni bilirik ki, ölkəmiz artıq uzun müddətdir ki, xüsusən də postmünaqişə dövründə, yəni torpaqlarımızın işğaldan azad edilməsinin ardınca daha da intensiv formada regionda sabitlik və tranzit imkanları baxımından ən etibarlı tərəfdaş rolunda çıxış edir. Bu cür qəbul olunur. Bax elə bu görüşlərdə də Zelenskinin səfəri ondan olan görüşdə də, elə Babişlə olan görüşdə də biz bu etibarlı tərəfdaş rolunu daha qabarıq formada əks olunduğunun şahidi olduq. Yəni o baxımdan da məsələnin digər tərəflərini əlbəttə ki, enmiş olsaq səfərlə bağlı hər iki ölkə ilə, Ukrayna ilə də, Çexiya ilə də əlaqələrin bundan sonra daha da dərinləşməsi müzakirə olunur. Bəli, hətta sülhün danışıqlarının Azərbaycanda Bakıda keçirilməsi də təklif olunur. Yəni vaxtı ikən bəli. Ukrayna ilə bağlı. Azərbaycan demək olar ki, artıq təhlükəsiz
bir məkanda hər zaman olduğu kimi, amma təhlükəsiz məkanı artıq bütün dünya qəbul eləyir və hətta təkliflər belə eləyirlər ki, məhz burada danışıqlar keçsin. Bəli, bu Azərbaycanın həmin o bax az öncə üzərində dayandığımız etibarlı tərəfdaş imizindən yaranan bir məsələdir. Bəzən adi insani münasibətlərdə olan məsələləri, məqamları dövlətlərarası münasibətlərə də biz proyeksiya edə bilirik. Yəni analoji belə desək, müqayisələri apara bilirik. Necə ki, insanlar arasında bu cür münasibət səmimiyyət üzərində qurulubsa, ədalət üzərində qurulubsa, yəni biz ədalət hissinin daha güclü olduğu insanlarla münasibətə daha çox üstünlük veririk real həyatda. Bax, eyni məsələni biz dövlətlər arası münasibətlərə də, diplomatik məsələlərə də proyeksiya edə bilərik. Azərbaycana qarşı olan etimad əslində etimad təsadüfi deyil, yəni sıradan yaranan bir məsələ deyil. Azərbaycanın liderinin, yəni Cənab İlham Əliyevin bir şəxsiyyət olaraq, lider olaraq ortaya qoyduğu yanaşmayla bağlıdır. Bizim bir dövlət olaraq sərgilədiyimiz ədalətli, bərabər tərəfli münasibətlə bağlıdır. Yəni münasibətlərdə ancaq öz tərəfimizin maraqlarını qabardan bir diplomatik xarici siyasi əlaqələr Azərbaycan yürütmür. Təbiidir ki, Azərbaycanın milli maraqları, təhlükəsizlik maraqları hər şeydən ümdədir və biz bunu bütün məqamlarda görmüşük. Ancaq qarşı tərəfə münasibətdə ancaq bizim çıxarlarımız təmin olunsun, qarşı tərəfə zərər verilsin prinsipinin biz bugün dünyada nə dərəcədə ağır nəticələrinin olduğunu yaşayırıq, görürük fərqli regionlarda. Bax, bu prinsipdən Azərbaycan hər zaman uzaq dayanıb. Özünün əlbəttə ki, milli maraqlarını öndə tutub, ancaq digər tərəfdən Azərbaycanla əməkdaşlıq edən dövlətlərin qarşı tərəfin də hər zaman çıxarlarının olduğu, yəni onların inkişafına da təkan verəcək təşəbbüslərinin olduğunu biz görə bilirik. Düşünürəm ki, elə Çexiya lideri də bu yanaşmanı dəstəkləyir, elə Ukrayna liderinin də bu qədər dövlətlər içərisində məhz Azərbaycan liderinə təşəkkür etməsi, bu münasibətə görə Ukraynanın suverenliyini Azərbaycanın dəstəklədiyinə görə, müstəqil siyasətinə görə Azərbaycanın eyni zamanda bilirik ki, bir neçə hallarda humanitar dəstək və sair təbii Ukraynaya dəstək də olmuşdur. Yəni bütün bu məqamları Ukrayna lideri də dəyərləndirməyə bacarır və onun nəticəsidir ki, Azərbaycana bildirir ki, hətta görüş elə Azərbaycanda da keçirilə bilər. Yəni Qəbələdə və yaxud da Bakıda da belə bir vasitəçi görüş keçirilə bilər. Əlbəttə ki, sıradan və sadə dəyərləndirəcəyimiz bir məsələ deyil. Bu görüntünün arxa planında dayanan çox qatlı məsələlər mövcuddur. Çox təşəkkür edirəm Züreyya xanım sizə. Mən təşəkkür edirəm, sağ olun. Və Züreyya Qarayevanı dinlədik. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Bugünkü verilişimiz sona çatır. Sağ olun, salamat qalın.